Salam, bu gün sizlərə 7-ci sinif riyaziyyat dərsliyinin izahına baxacağıq. 7-ci sinif riyaziyyat Salam, bu gün sizlərə 2-ci hissə kitabı olan 7-ci sinif riyaziyyat dərsliyinin yeni layihə üzrə izahına baxacağıq. Növbəti dərslərdə mən ilkin yoxlamanı izah etmişdim. Bu gün isə ilk mövzumuz olan funksiya dərsinə baxacağıq. Gəlin funksiyanı bir yerdə oxuyaq. İlk olaraq araşdırma müzakirədən başlayaq. Anar evdən 100 metr məsafədə olan mağazaya getdi. O, mağazadan çıxarkən telefonunda addımlarının sayını göstərən tətbiqi işə saldı. Onun hər addımının uzunluğu 50 sm-dir. Anar yolun ümumi uzunluğunu tapmaq üçün addımlarının sayına görə getdiyi yolun üzərinə mağazaya qədər məsafəni əlavə etdi. Bizə burada funksiyanın cədvəli göstərmişdir. Addım sayı 20 olarsa 110 verilmişdir. 30 olarsa 115, 50 olarsa 125, 60 və 80 isə sual olaraq qoyulmuşdur. İlk sualımıza baxaq. Diaqramdakı ədədlər arasındakı uyğunluğu izah edin və sual içərisinin yerinə uyğun ədədlər tapın. İkinci, hesablama maşınının boş xanalara uyğun ədədlərini müəyyən edin. Y dəyişən x-dən asılılıq düsturundan ifadə edin. İlk olaraq onu demək istəyirəm ki, burada addım sayı, yəni bizə verən x, biz bunu x-ə həmçinin də deyirik absis, y-ə isə deyirik ordinat. Buradakı x həmçində təyin oblasti adlanır. Y isə, yəni ordinat da deyə bilərik, qiymətlər çoxluğu adlanacaqdır. İndi isə gəlin ilk olaraq biz düsturumuzu quraq. Yəni y dəyişən x-dən asılılığını. Burada biz görürük ki, bu şəkildə olacaqdır. Y, buraya yazıram, bərabərdir 0.5x, yəni 0.5 vurulsun x, üzərinə isə gələcəyik 100 addımı. İndi isə bundan istifadə edərək biz 60 addım sayını getdiyini və 80 addım sayı getdiyini hesablayacağıq. Əgər addım sayı 60 olarsa, dəyişən yerinə qoyacaq və y tapmalıyıq. Yəni bu şəkildə yazacağıq. Y bərabərdir. Dəyişən yerinə qoyanda y bərabərdir 0.5 vurulsun 60. Üzərinə isə gələcək 100-ü. O isə bizə verəcək 130, yəni metrlə getdiyini. Yəni biz bunun sayəsində y tapdıq. 80 addımı da eyni şəkildə hesablayacağıq. Y bərabərdir 0.5 vurulsun 80. Üzərinə isə gələcək 100-ü. O da bizə verəcəkdir 140. Araşdırma müzakirəni bu şəkildə yazacaqsınız. İndi isə gəlin funksiyanın nə olduğunu öyrənək. İlk olaraq açar sözlərdən başlayaq. Açar sözlər bizə uyğunluq diaqramı verilib, funksiyanın asılılıq verilib, arqument, funksiya, təyin oblasti, qiymətlər çoxluğu. Biz bunu öyrənmədə bu sözlərin izahını tapacağıq. Bəzən bir kəmiyyətin qiymətinin dəyişməsi başqa bir kəmiyyətin qiymətinin dəyişməsinə səbəb olur. Başqa sözlə, bu kəmiyyətlərin qiymətləri arasında müəyyən qayda ilə uyğunluq yaranır. Məsələn, 70 km/saat sürətlə hərəkət edən avtomobilin qət etdiyi yolun uzunluğu s, bu yola sərf olunan zaman t asılıdır. Yəni bizdə bu düstur olaraq s bərabərdir 70 t olacaqdır. Burada s asılı dəyişən, yəni y, t isə asılı olmayan və ya sərbəst dəyişəndir, yəni x olaraq adlandıra bilərik. Kəmiyyətlər arasındakı asılılığı uyğunluq diaqramında təsvir etmək olar. Bir daha oxuyuram. Kəmiyyətlər arasındakı asılılığı
uyğunluq diaqramında təsvir etmək olar. Yəni, qıraqda verilmiş bizə diaqram uyğunluq diaqramıdır. Bayaq eyni ilə biz araşdırma müzakirədə oxuduğumuz diaqram isə bu da adlanacaqdır uyğunluq diaqramı. Verilmiş nümunədə aslı olmayan dəyişənin hər bir qiymətinə aslı dəyişənin yalnız bir qiymət uyğundur. Aslı olmayan dəyişənin hər bir qiymətinə aslı dəyişənin yeganə qiyməti uyğun olarsa, belə aslılıq funksional aslılıq yaxud funksiya adlanır. Aslı olmayan və ya sərbəst dəyişənə arqument, aslı dəyişənə isə bu arqumentin funksiyası deyilir. Adətən arqument x ilə, funksiya isə y ilə işarə olunur. Y dəyişənin x-dən asılılığı y mötərizə daxilində x kimi yazılır. Sərbəst dəyişənin ala bildiyi qiymətlər x çoxluğu funksiyanın təyin ablastı, aslı dəyişənin aldığı qiymətlər isə y çoxluğu funksiyanın qiymətlər çoxluğunu təşkil edir. Bayaq dediyim kimi. İndi isə bizə burada nümunə verilmişdir. Tərəfi x olan kvadratın sahəsi y ilə işarə edilərsə, onun sahəsinin tərəfindən aslı funksiya kimi belə yazmaq olar. Y mötərizə daxilində x bərabərdir x-in kvadratı. Burada x dəyişənin kvadratın tərəfini, y dəyişənin kvadratın sahəsini ifadə etdiyi üçün yalnız müsbət qiymətlər ala bilər. Deməli, funksiyanın həm təyin ablastı, həm də qiymətlər çoxluğu müsbət ədədlər çoxluğudur. X-ə müxtəlif qiymətlər verməklə y-in uyğun qiymətlərini tapmaq olar. X bərabərdir 1 sm, y bərabərdir 1-in kvadratı bərabərdir 1 sm kvadrata. İkincisində isə x bərabərdir 1,5 sm, y bərabərdir 1,5 kvadratı bərabərdir 2,25 sm kvadratı. Yəni, bu deməkdir ki, məsələn, biz burada 2 sm də qoysaq, yəni yerinə, bizə alınacaq ədədimiz bərabər olacaqdır. Yəni, y-imiz bərabər olacaqdır 4-ə. Yəni, burada hər bir ədədin kvadrata yüksəltməsidir. Yəni, bu nümunədə bizə onu izah edir. İndi isə gəlin, biz çalışmalarımıza keçid alaq. İlk olaraq birinci çalışmada deyir ki, diaqramda verilmiş uyğunluq funksiyala asılılığı ifadə edirmi? Fikrinizi əsaslandırın. Diaqramla verilmiş uyğunluq funksional asılılığı ifadə edirmi? İndi isə gəlin, biz A bəndinə baxaq. A bəndində bizə x, yəni bayaq da dediyimiz kimi təyin ablastı, y isə qiymətlər çoxluğu adlanacaqdır. A şəklini biraz da böyüdək. Burada bizə A şəklində x-ə -2, -1, 2, 5, y-ə 3, 2, 5, 8 olaraq verilmişdir. Əgər, məsələn, nə vaxt uyğunluq olur, funksiyonal uyğunluq, əgər x çoxluğuna, y çoxluğundan yalnız biri aiddirsə, onda bu funksiyonal asılılıq olacaqdır. İndi isə burada isə bizə -2, 2 verilib, -1-ə 3, 5 verilib, 2-yə isə 5 olaraq, 5-ə 8 olaraq verilib. Yəni, -1 həm 3-ə aiddir, həm də 5-ə aid olduğuna görə biz bunu funksiyonal vahid adlandıra bilməliyik. İndi isə gəlin 5 şəklinə baxaq. 5 şəklində də bizə 0-a 0, 2-yə də 0, 4-ə 2, 7-yə isə 7. Burada isə eyni qaydada A variantında olduğuna görə bu da funksiyonal asılılıq deyil. C bəndində isə -4 7-yə, -1 2-yə, 2 5-ə, 5 isə 7-yə aid olduğuna görə həm -4 həm də 5 7-yə aid olduğuna görə bu da funksiyonal vahid deyil. D bəndində isə 1 2-yə, 4 2-yə, 7 5-ə, həm də 8-ə aid olduğuna görə
Bu da funksional vahid olmayacaq. Yəni birinci tapşırıqda heç bir bəndimiz funksional vahidi ifadə eləmir. İndi isə gəlin ikinci çalışmaya baxaq. Hesablama maşınının ədəd daxil etdikdə çıxışda həmin ədədin əksi alınır. Girişə -33, 45, 2,6, -7, 900, -125 ədədlər daxil edildikdə çıxışda alınan ədədləri yazın və uyğunluq diaqramında təsvir edin. Bu asılılığın funksiya olduğunu əsaslandırın. Mən indi burada cədvəli seçəcəyim və sonra isə onu izah edəcəyik. Mən qıraqda bir kənarda burada uyğunluq qrafikimizi seçdim və indi isə baxaq. Əgər bizdə -33 olarsa, y bizdə olacaq 33, 45 olarsa -45, 2,6 olarsa -2,6, 7 olarsa, daha doğrusu -7 verilmişdi burada. -7 olarsa 7, 900 olarsa -900, -125 olarsa isə 125 olaraq yazacağıq. İkinci sualımızın izahı bu qədər. İndi isə üçüncü sualımıza baxaq. 1 kiloqram almanın qiyməti 2 manatdır. Alıcının aldığı almanın kütləsi m kiloqram, onun ödədiyi məbləğ isə c manatdır. Boş xananın yerinə uyğun ədədlər yazın. Diaqramda hansı kəmiyyətin digərindən asılılığı təsvir edilmişdir? Gəlin indi biz bu cədvəli tamamlayaq. İlk olaraq bizə kütlə, məbləğ verilmişdir. M, yəni bizə bunu həmçində x adlandıra bilərik. Y isə manat olaraq verilmişdir. Bu isə c ilə işarə olunmuşdur. Gəlin bunu hesablayaq. İlk olaraq biz hər zaman bu qrafikə baxandan sonra ilk olaraq düsturu fikirləşirik. 1-dirsə 2 olub, 1,5-dirsə 3 olub. Biz ilk olaraq buradan düstur çıxardırıq. Deməli bunun düsturu olacaqdır. Y bərabərdir 2x-ə. Yəni, məsələn, burada da elə verildiyi kimi 1 olarsa 2 olacaq. 1,5 olarsa 3 olacaq. 2-də isə biz bunu vuracağıq. Alınacaqdır neçə? 4 olaraq yazacağıq. Sonra 3,5 olarsa 2-yə vuracağıq yenə. Burada isə 7 olaraq cavabımızı alacağıq. İndi isə gəlin digərinə baxaq. Məbləğ yenə eyni şəkildə verilmişdir. Kütlə bu səfər isə tərsinə elə verilib. Bizə birincisində kütlə məbləğ verilmişdi. İndi isə məbləğ kütlə. Yəni burada isə biz necə həll edəcəyik? Bizə 1 verilib, 0,5 verilib, 4 verilib, 2 verilib, 5 və 6 olanda. Yəni biz burada düstur çıxardacağıq. Yəni burada biz gördüyümüz kimi hər bir ədədin yarısı verilmişdir. Yəni bu da o deməkdir ki, y bərabər olacaqdır. Yəni burada bizim y-imiz bərabər olacaqdır hər bir ədədin yarısı qədər. Yəni bizə verilən ədəddən yarısı qədər. 1-dirsə 0,5, 4-dirsə 2, 5-dirsə olacaq 5-i böləcək 2-yə. O da bizə verəcəkdir 2,5 ədədini. 6-nı da böləcək 2-yə 3 olaraq veriləcəkdir. İndi isə diaqramda hansı kəmiyyətin digərinin asılı qrafiki verilmişdir? Əlbəttə ki, funksional vahid, yəni asılı qrafiki verilmişdir. Hər ikisinin asılı qrafiki verilmişdir. Funksiyanın verilmə üsulları. Gəlin bu öyrənməni oxuyaq. Görək burada bizdən nə istəyir. Funksiya, düstur, cədvəl və qrafiklə verilə bilər. Bəli, biz bayaqdan da işlədiyimiz tapşırıqda bizə burada uyğunluq cədvəli verilmişdir. Funksiyanın düsturla verilməsi. Nümunə, işçinin əmək haqqı onun aylıq maaşı 2000 manat və iş vaxtında əlavə çalışdığı hər saat üçün 50 manat olmaqla hesablanır. P
P-nin T-dən asılılıq düsturu, yəni bərabərdir 2000 üstəgəl 50 T, 50 vurulsun T. Burada əmək haqqını P manat, əlavə iş saatlar isə T asılılıq düsturu ilə verilir. Bayaqdakı öyrənmə kimidir. Sadəcə olaraq burada bizə qrafiklərin üsuluna görə fərqli zətdən verilib. Funksiya düsturla verildikdə arqumentin verilmiş qiymətini düsturda yerinə yazın funksiyanın uyğun qiymətini hesablamaq olar. Məsələn, işçi ay ərzində əlavə 20 saat işləyibsə, onun aylıq əmək haqqı belə tapılır. P 20, yəni bizə burada dəyişən olaraq 20 verilib, bərabərdir 2000 üstə gərək 50 vurulsun 20, bərabərdir 3000 manat. Funksiyanın cədvəllə verilməsi, burada bizə funksiyanın düsturundan verib. Bir daha xatırlatmaq istəyirəm ki, biz bu cür məsələlərdə hər zaman ilk olaraq düsturunu tapmalıyıq ki, ondan sonra biz bu məsələni həll edək. Çünki bu məsələlər bizdən düstur tələb edir. Yəni, dərsimizin adı funksional vahiddir. Yəni, buna görə də düstur mütləq lazımdır. Məsələlər işləməmişdən qabaq mütləq düsturları tapın, sonra işləyin ki, o sizə daha rahat olacaqdır. Cədvəl çubuğunda hazırlanmış cismin kütləsi M, onun həcmindən V asılı olaraq verilib. Cədvəldə V-nin hər bir qiymətinə M, yəni V-dən asılı funksiyasının uyğun qiymətini müəyyən etmək olar. Məsələn, həcmi 1 cm³ olan cismin kütləsi 7 qramdır. M mötərizə daxilində 1 bərabər 7 olarsa, bizə hər həcm üçün burada qramı verilmişdir. Yəni 1-dirsə 7 olacaqdır, 2-dirsə 14 olacaqdır, 3-dirsə 21 olacaqdır. Bu şəkildə verilmişdir. İndi isə gəlin son nümunəmizi, 3-cü nümunəni oxuyaq. Qrafikdə gün ərzində havanın temperaturunun T zamandan T asılılıq təsvir olunub. Qrafik əsasən T-nin hər bir qiymətinə T mötərizə daxilində T funksiyasına uyğun qiymətini müəyyən etmək olar. Məsələn, saat 8-də havanın temperaturu 1 dərəcədir. T mötərizə daxilində 8 də bərabər olacaqdır 1. Burada bizə cədvəl verilmişdir. Daha doğrusu qrafik verilmişdir. Cədvəl budur, qrafik isə budur. Bizə burada müəyyən bir saat verilib və onun temperaturun dəyişməsi verilib. Məsələn, burada gördüyümüz kimi 8 olan zaman bizim dərəcəmiz, yəni 8 saatda 1 olubdur, 1 dərəcə olubdur. Sonra isə 16 olan zaman biz buradan baxın, bu şəkildə yuxarıya qalxacağıq. Baxın. Gördüyünüz kimi 16 saat olanda 3 olacaqdır. Yəni bu şəkildə cədvəl bizi bunu ifadə elətdirir. Siz də bu şəkildə qrafikli olan funksional ifadələr bu şəkildə tapacaqsınız. İndi isə gəlin 4-cü tapşırığın izahına baxaq. Bizə funksiya y-in x-dən asılılığı bərabərdir 0,4x çıxılsın 8 düsturu verilmişdir. İlk olaraq biz bu düsturu hər zaman çərçivəyə alırıq və dəftərimizin bir qırağında yazırıq. Arqumentin 10, 100, 0,1, -10 qiymətlərində funksiyanın qiymətini tapın. Gəlin indi bunu yazaq. Bunu biz bu şəkildə yazacağıq. Deməli, y-in yəni x-dən asılılığı y 10 olar, daha doğrusu x 10 olarsa y neçə olar? Bunu tapmalıyıq. Düsturda da verildiyi kimi biz 0,4'ü x-dən düsturumuz bizə verildiyi kimi 0,4 x-dən çıxmalıyıq 8-i. Bizə 0,4'ü vuracağıq ona, yəni x-imizə, çıxacağıq 8-i. Buradan y bizə bərabər olacaqdır -4'ə. Bu şəkildə yazacaqsınız. Sonra isə gəlin ikincisini həll edək. İkincisində isə y
100 olan zaman, daha doğrusu x 100 olarsa o da beraberdir 0,4 vurulsun 100 çıxılsın 8. O da bizə bərabər olacaqdır 32. 32. Bu şəkildə yazacaqsınız. İndi isə gəlin 0,1-ni hesablayaq. Y 0,1 olan x-dən 0,1 asılı olan zaman bərabər olacaqdır 0,4 vurulsun 0,1 çıxılsın 8. O da bərabərdir -7 tam %96-ya. Biraz pis alındı. -7 tam %96 olarak yazacağıq. Və son olaraq isə x-i bizə -10 verib. Bu şəkildə yazacağıq. Bərabər də qoyacağıq. Düsturu eyni şəkildə qoyacaq. Yəni 0,4 vurulsun, -10 çıxılsın 8. Bir dəfə cavabını yazıram. O da bərabər edəcəkdir bizə -12-yə. Buranı silək. İndi isə gəlin bunun B vəndinə baxaq. Arqumentin hansı qiymətlərində funksiya 10, 50, -0,25 qiymətlərini alır. Biz bunları həll etmək üçünsə tənlik quraraq həll edəcəyik. Gəlin tənliyimizi quraq. İlk olaraq 0,5-dən başlayaq. Deməli biz düsturu yazırıq. Yəni 0,4 x çıxılsın 8 bərabərdir 10. Yəni y 10 olarsa x-imiz bərabər olacaqdır 4,5-ə. İkincisində isə 0,4x çıxılsın 8 bərabərdir 50. X-imiz isə bərabər olacaqdır 145-ə. Üçüncüsündə isə 0,4x çıxılsın 8 bərabərdir -0,25. X də bərabər olacaqdır 19,375-ə. Bu şəkildə yazacağıq. Birincisində deməli bizim x-imiz bərabər olacaq 4,5-ə, ikincisində 145-ə, üçüncüsündə isə 19,375-ə bərabər olacaqdır. Bu şəkildə yazacaqsınız. İndi isə gəlin növbəti tapşırığa baxaq. 5. Arqumentin qiymətini 3-ə bölüb üzərinə 8,2 əlavə etməklə funksiyanın qiyməti alınır. A. Arqumentin x funksiyanın y ilə işarə etməklə düsturunu yazın. Cədvəli tamamlayın. İlk olaraq düsturumuzu yazaq buraya. Düstur bu şəkildə olacaqdır. Y bərabərdir. X bölünsün. X bölünsün 3. Üstə gələk 8,2. Düsturu bu şəkildə yazacaqsınız. İndi isə gəlin cədvəli tamamlayaq. Bizə -12 verildiyi halda x-i, y-i soruşur. Y əlbəttə ki olacaqdır. Düsturun asılılığı uyğun olaraq mən bir dəfə hesabla yazacağım. Hesablamışam və cavab 4,2 olacaqdır. Və y-imiz 8,2 olarsa biz bayaqki
eyni ilə 4-cü tapşırığın B bəndində seçim tənlik quracağıq və x-imiz bərabər olacaqdır 0-a. 2,7 olan zaman y-imiz bərabər olacaq 9,1-ə və 0 olan zaman isə x-imiz bərabər olacaqdır -24,6-ya. Bu şəkildə yazacaqsınız. İndi isə gəlin riyaziyyat tarixindən oxuyaq. Funksiya terminini ilk dəfə 1673-cü ildə Gottfried Wilhelm Leibniz işlərində rast gəlinir. Leibniz bu termini relatio adlandırırdı. Funksiyanın tərifini isə ilk dəfə 1718-ci ildə İsveçrə riyaziyyatçısı Daniel Bernoulli vermişdir. Daha sonra 1748-ci ildə Leonhard Euler funksiyası Bernoulli vermişdir. O funksiyanı düsturla vermiş, ilk dəfə funksiya işarəsi kimi f hərfi təklif etmişdir. O vaxtdan etibarən x sərbəst dəyişən asılın funksiyada y bərabərdir f mötərizə daxilində x kimi də yazılır. İndi isə gəlin 6-cı məsələnin izahına baxaq. Tərəflərin uzunluğu 2,5 sm və 2 sm olan düzbucaqlığın sahəsi s sm kvadratdır. S-in x-dən asılılıq düsturunu yazın. Bu şəkildə yazacaqsınız. 2,5x olaraq düsturumuz olacaqdır. İndi isə x bərabər 4, 7,4, 10 sm olduqda uyğun qiymətləri tapın. Bu şəkildə yazıram bir kənardan. 4 olan zaman bizdə olacaqdır 10 sm. Yəni 2,5-i vuracağıq 4-ə. Hamısında 2,5-i vururuq. Və 7,4 olan zaman olacaqdır 18,5. 2,5 olan zaman isə bizdə bərabər, daha doğrusu 2,5 yox. 10 olan zaman isə bizdə olacaqdır 25 sm. Bu şəkildə yazacağıq 5-ci, daha doğrusu 6-cı tapşırığı. Tapşırıqlar yerinə yetirin. Pi bərabər 3 olan zaman çevrənin uzunluğu onun dinametrinin asılılıq düsturundan yazın. Biz bilirik ki, çevrənin düsturu bərabərdir. Həmçinin biz bunu fizikadan da keçmişik 7-ci sinifdə. L bərabərdir 2πr. Yəni biz indi bunun dinametr soruşduğuna görə biz bunun düsturunu bu şəkildə yazacağıq. Biz bunun düsturunu bu şəkildə yazacağıq. L x və yaxud da siz x də yaza bilərsiniz. Bərabərdir 2πr, daha doğrusu p'dir. Bölünsün d-nin, yəni ikincisi. Çünki biz bilirik ki 2 radius bərabərdir 1 dinametr. Ona görə 2-yə böldük. Düstur bu şəkildə olacaqdır. Elə bizdən A bəndində bunu soruşulmuş. 3 sm, 4 sm, 5,1 sm olduqda hesablayın. Düstura yerinə qoyub sadəcə hesablayacaqsınız. Burada 3 sm olanda 9 olacaqdır. 3 olduqda 9. Sonra isə 4 olduqda bərabər olacaqdır 12-yə. 5,1 olan zaman isə bərabər olacaqdır 15,3-ə. Bu şəkildə. B. Dairənin sahəsi onun dinametrin funksiya aslını düsturunu yazın. Bayaq zaten yazmışdıq. D bərabərdir 1,2 mm, 3 cm, 4,2 dinametr olduqda funksiyanın qiymətini tapın. 1,2 olduqda bərabər olacaqdır 1,8-ə. 3 cm olduqda 6,75-ə
4,2 olduqda isə 13,23'e bərabər olacaqdır. 8-ci tapşırıq. Aynurun 3 manat 50 qəpik pulu var. O birinin qiyməti 50 qəpik olan X sayda dəftər aldıqdan sonra Y qəpik pul qaldı. Düsturunu yazın. X və Y-in uyğun qiymətləri üçün cədvəl tərtib edin. 8-ci tapşırıq bu şəkildə həll edəcəyik. Düstur bərabər olacaqdır. Y bərabərdir 3,5 çıxılsın 0,5 x-ə. Və cədvəl tərtib etməyimizi istəyir bizim burada. Cədvəl bu şəkildə tərtib edəcəyik. Belə bir cədvəl çəkirik. Bunu 2-yə bölürük. Xanalarına da ayırırıq. X bura, Y bura olaraq yazırıq. 1, 2, 3, 4, 5, 2 dama da artıq yazaq. 6 və 7. 1 olan zaman düsturdan istifadə edərək burada 3 olacaqdır. 2 olanda 2 onda 5 olacaqdır. 3 olanda 2, 4 olanda 1,5, 5 olanda 1, 6 olanda 0,5, 7 olanda isə 0 manat pulu qalacaqdır. Cədvəli bu şəkildə tərtib edəcəksiniz. İndi isə gəlin 9-cu tapşırığın izahına baxaq. Dəniz səviyyəsindən dərinliyə endikcə hər 10 metr üçün təzyiqin qiyməti 1 atm artır. Cədvəl boşxana uyğun ədədləri tapın. Dərinlik və təzyiq arasında uyğunluğun funksional olmadığını müəyyən edin. Əlbəttə ki, funksional olacaqdır. Və düstur şəklində də yazmamızı istəyir. Düsturu bu şəkildə olacaqdır. H bərabərdir 1 üstə gələk 0,1 p. Bu şəkildə yazacaqsınız. İndi isə gəlin cədvəli tamamlayaq. 20 olan zaman 3, 4, 30 olan zaman 4, 40 olanda 5, 50 olanda isə 6 olaraq yazacağıq. Bu şəkildə tamamlayacaqsınız. İndi isə gəlin 10-cu tapşırığa baxaq. İçərisində 5 ton su olan çəndən hər gün 0,2 ton su işlədilir. X gündən sonra çəndə Y ton su qalarsa, düsturu yazın. Arqumentin 3, 4, 15 qiymətlərində Y-in qiymətini tapın. Neçə gündən sonra çəndə 1,4, 2,2, 0,8 su qalar. Çəndəki su neçə günə çatar. İndi isə gəlin biz bunu həll edək. İlk olaraq ilk sualı cavablandıraq. Burada bizim düsturumuz bərabər olacaqdır. Y bərabərdir 5 çıxılsın 0,2x. 3,15 qiymətlərində indi isə Y tapacağıq. 3 olan zaman kənardan yazaq. 3, 4 və 15. 3 olan zaman bizdə olacaqdır 4,4 ton. 4 olan zaman 4,2 ton. 15 olan zaman isə 2 ton olaraq yazacağıq. Neçə gündən sonra çəndə müəyyən qədər ton su qalır. Bunda isə biz tənlik şəklində həll eləmişik. Eyni ilə bayaqki kimidir və bizim bu şəkildə olacaqdır. Bizdə burada əgər 1,4, 2,2, daha doğrusu belə yazaq. 1,4, 2,2 və 0,8 olarsa tapaq. 1,4 olanda 18, 14-də 2,2, 21-də isə 0,8 olaraq yazacağıq. Çəndəki su neçə günə çatar? 25 günə çatar.
Bəli, 10-cu sual isə bu şəkildə tamamlayacaqsınız. İndi isə gəlin son 2 məsələmizin birinə baxaq. Qrafikdə alpinizin qalxdığı hündürlük h zamandan t asılı təsvir edilmiş. Alpiniz ən çox hansı hündürlüyə qalxır? Qrafikdə də gördüyümüz kimi alpiniz ən çox 3000 metrə qalxır. Hətta sonra sabitləşir. Buraya yazacağıq 3000. O həmin hündürlüyə hansı sürətlə qalxdı? Biz bunu hesabladıq və onun hansı sürətlə qalxmağını 20 metr dəqiqə olaraq tapdıq. Bu şəkildə. Alpinist geri qayıtmağa nə qədər vaxt sərf etdi? Əlbəttə ki, 100 dəqiqə. Qrafik əsasən cədvəli tamamlayın. 50 olarsa 1000 olacaqdır. 75 olarsa 1500. 150 olarsa 3000. 200 olarsa 3000. Çünki burada gördüyümüz kimi sabit qalmışdır. Eyni o şəkildə. 250 olarsa 1500. Və 300 olarsa 0 olaraq yazacağıq. İndi isə gəlin sonuncu məsələmizin həllinə baxaq. 12-ci məsələ. Bizə deyir ki, dəniz gəzintisi üçün 2 tur təklif edilir. Bizə dəniz turu üçün burada göstərilmişdir. Biri budur. Bu. Digərsə bu. Dəniz gəzintisi 1 saatı 4 manat. Bu. Dəniz gəzintisinin ilkin ödəniş 6 manat və ya hər yarım saat üçün 1 manat. Bu şəkildə verilmişdir. Düsturu indi bizdən istəyir. İlki üçün düstur olacaqdır. Y bərabərdir 4x. İki üçün olacaqdır y bərabər 4x. İkincisi üçün olacaqdır y bərabər 2x üstə gələk 6. Bu şəkildə yazacağıq. Və 2 saatlıq, 4 saatlıq gəzinti üçün hansı turun qiyməti daha sərfəlidir? Əlbəttə ki, 2 saatlıq gəzinti üçün birinci şəkildəki, 4 saatlıq gəzinti üçün isə ikinci şəkil uyğun olacaqdır. Neçə saatlıq gəzinti üçün bu turların qiyməti eyni olar? Əlbəttə ki, 3 saatlıq gəzinti üçün. Bəli, bugünkü izahımız bu qədər. Gələn izahlarda görüşmək ümidi ilə.